evimiz qarşılayır bizi. Belə bel söykəmə taxtası. Belə buradan içəri daşlar girməsin deyə belə taxt söykəmişəm. Burada belə masam var. Qıraqları belə bacoq yığmışam. Ortası da belə şeydir, yəni döşətdə kimidir. Burada uzanmam, yəni tutmasını isti olur deyə havam bura isti olmur. Buradan yatırım yəni. İkinci olaraq belə bir mini eğlencemiz var. İplər, yəni çox güvəndə olduğunu istəyirəm. Yerlənə göstərəcəm. Yəni əsasən yerlənmək olmur, amma yenə də. Yəni mənə görə ən maraqlısı buradır. İndi deyəcəksiniz bura nədir? Yəni boş bir karkadır deyəcəksiniz. Amma heç elə deyil, sürpriz edəcəm. Yəni onu bilmək istəyirəm ki, burada otururam, yəni biraz qəribə görsəniz də burada otururam. Və indi sürprizimi açıram. Belə ilk öncə belə çıxarırım. Hazır mısın? Belə otururam burada, havuz çeviş. Belə yəni belə qısaca bir həyat turu, yəni evim, yerləncəyim və havuzum, dəniz havuz. Yəni çox böyük olduğu üçün dəniz adlandırmaq istəyirəm. Yəni evdə ləyən olmayanda belə eləyə bilərsiniz. Karokonu götürün, içinə belə salfanlardan 2-3 qat qoyun. Sonra içinə su və mən bunu dünəndən eləmişəm. Dünən gün ortadan hələ ki qalıbdır belə. Prosta soyuyub su. Şeydir ama.